Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Biləsuvar rayonunda əkin sahələrinin suvarılması və o cümlədən əhalinin içməli su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəsinə xidmət edir. İdarə tərəfindən rayona daxil olan sel sularının maneəsiz və fəsad vermədən axıdılması üçün istismar tədbirləri planına uyğun olaraq Bolqarçay çayında məcra təmizləmə işləri nəzərdə tutulub. O cümlədən çayın məcrasında sağ və sol sahil istiqamətində 3-4 metr enində genişləndirmə işləri aparılıb. 2025-ci ilin ikinci yarım illiyində yeni ictimai bulaqların çəkilişinin layihələndirilməsi nəzərdə tutulur. Durduğumuz ərazi 2 ədəd həzmi 5000 kubmetr olan Zəhmətabad su anbarıdır. Zəhmətabad su anbarı vasitəsilə Biləsuvar rayonunun şəhərinə və kəndlərinə içməli su xidməti aparılır. İdarəmiz tərəfindən ümumilikdə 6184 abonentə su xidməti aparılır. Bu abonentlərin 5136 nəfəri şəhər ərazisində, 868 nəfər isə kənd ərazisindədir. 2025-ci təsərrüfat ilində 508.090 hektar sahədə suvarma işlərinin aparılması planlaşdırılır ki, bu sahələrin 213.052 hektarında taxıl əkilib və hazırda ikinci suvarma işləri aparılır. İdarənin balansında 83 ədəd nasos stansiya, qurğuların sayı 129 ədəd, 6 subarteziyan quyuları var. Suyun vaxtında və itkici su istifadəsinə çatılması məqsədi ilə istismar tədbirlər planına uyğun olaraq kanallarda fasiləsiz olaraq ildən təmizləmə işlərini aparırıq. Qeyd etmək istəyirəm ki, hal-hazırda 310 kilometr uzunluğunda suvarma kanallarında ildən təmizləmə işləri aparılmışdır. Bu işlərin 250 kilometri kanal çəkən mexanizmlər vasitəsilə, 60 kilometri isə digər mexanizmlər vasitəsilə aparılmışdır. Qeyd edək ki, idarənin balansında ümumilikdə uzunluğu 1991 kilometr olan suvarma kanalları mövcuddur ki, bundan 71,8 kilometri magistral kanaldır.